Salam hörmətli izləyicilərimiz. Biz sizə daha bir daşın sıradan çıxartdığı börək haqqında məlumat verəcəyik. Artıq bu börək neçə dəfə tökdürübsünüz daşınızı? Bir dəfə daşını tökdürüb, sadəcə daşın nə mənşəyi məlum olmayıb, nə daşı tökdürəndən sonra börəklə məşğul olmayıb. Baxırsınız ki, bax börək toxuması, bax börək toxuması, bax buradan başlayır toxuma, börək toxuması burada qurtarır. Buradan bura qədər isə blokdur börək, sidikdir. Sidik blok olub qalıb börəkdə. Börəkdən sidik ifrazı dayanıb və gördüyümüz kimi böyük daşlar da burada börəkdə 3-cü dərəcəli piliktaziya ola börək blok ola daşların bəsi görsüz ağarır, görünür və o börək enində sonunda dializə gedə bilən börəkdir ki, xəstə bu cür yanaşarsa. Siz nə etməlisiniz? Əvvəla bu daşları tökdürüb, tökdürəndən sonra daş əmələ gəlmə prosesini dayandırmalısınız. Maddə mübadiləsinin qaydaya salmalısınız. Daş əmələ gəlmənin səbəbi nədir, onu aradan qaldırmasınız. Mən də töksəm, Əli də töksə, Vəli də töksə, yenə börək bu vəziyyətə gələcək və börək bir neçə dəfə bu vəziyyətə gələndən sonra bu börək ektomiya olunur. Yəni çıxarılır.